Çoxsaylı xahişlərinizi nəzərə alaraq bugün mən Corab və onun macəraları haqqında danışmaq istəyirəm və demək istəyirəm ki, sizi axı nə təəccübləndirdi? İlk dəfə eşidirsiniz ki, hansı kişi öz yoldaşının arvadına xəyanət edir? Sizin atalarınız, əmiləriniz, dayılarınız, məhəllədə yaşayan o qata satan kişi heç vaxt yoldaşlarına xəyanət etməyib? Ya da ki, xəbərlərdə çıxır ki, hansısa adama oxşamayan bir məxluq, dünyalar gözəli arvadına xəyanət edib. Yəni bu məxluq buna xəyanət edib. Bu məxluq bu qadına xəyanət edib. Bu məxluq bu qadına xəyanət edib. Yəni 2025-ci ildir. Hələ də siz xəyanətdə qadını günahkar çıxardırsınız. İstəyirsən səhər tezdən dur. 2 saat əvvəl ərindən onu yola sal. Hər axşam ona masaj elə. Gündə 5 cür yemək pişir. Corabını geyindir, çıxart. Dünyanın ən gözəl yoldaşı, anası, gəlini ol. Xəyanət etmək istəyən edəcək. Heç vaxt deməyin ki, mənim sevgilim, mənim yoldaşım mənə heç vaxt xəyanət etməz. Mən ona dünyalar qədər güvənirəm. Xəyanət də edər, başqa şeylər də edər, atıb gedər də səni. Yəni bunlara güvənmək olmaz. Bunlar belə məxluqlardır.